Tanınmış ictimai, dövlət və siyasi xadim Həsən Həsənovun Tbilisi xatirələri. Bura balaca dar küçədir, düzdür, buranın adı Vaxtan Qurqasalın adıyla bağlıdır. Çünki o prospekt onun adınadır. Buradan biz birbaşa bizim ev görsənir. Üstündə Gürcü dilində yazı da var. İndi biz olduğumuz evin üstündə, yerində mehmanxana tikiliblər. Buradan görürsünüz ki, buradan görsənir o ev. Arxanızda olan küçənin adı Qırşaşvili küçəsidir. Bir müddət onun adı Tağzadə adına idi. Belə ehtimal var ki, Əli Tağzadə adlı bir bolşevik var idi. Onun adına idi. Sonra Əli Tağzadə adını dəyişdilər. Yeni ad verdilər. Bolnis küçəsi verdilər. Uzun müddət küçənin adı Bolnis idi. Və nəhayət Qırşaşvili adını verdilər. Çünki Qırşaşvili Gürcüstanın görkəmli şairi idi. Arkada gördüyünüz bina bizim binanın üzərində tikilibdir. Bizim bina 3 mərtəbəli idi. Amma hündürlüyü, otaqların hündürlüyü bundan xeyli hündür idi. Təxminən bunun 4 mərtəbəsi hündürlüyündə idi. Və 80-ci illərdə artıq bina avariyin oldu. Bizim qohum qardaşlar hamısı köçdülər və bura boş qaldı. Sonra bir müddətdən sonra da kimsə bu sahəni aldı və hotel tikdi. Mən də indi gələndə neçə ildir niyyətində idim ki, gələndə bu oteldə qalım. Oteldə qaldım. Fikir verin siz, 3-cü mərtəbənin balkonu vardı. Odur bizim yaşadığım otaq. Bizim evin xüsusiyyəti ondan ibarətdir ki, Tiflis şəhərinin ən hündür nöqtələrindən birində yerləşirdi. Bu məhəlləyə Xarpux deyirlər. Daha ətraflı söyləyəcəm sonra. Amma indi məqsədim ondan ibarət ki, sizə göstərəm ki, bizim evimizin pəncərəsindən, yaşadığımız mənzilin pəncərəsindən nə kimi panorama var idi. Burada fikir verin, Narınqaladır. Buradan düz yaxın görsənir. Məşhur Narınqala. Sonra bura Kür qırağıdır. Və Kürün o gördüyünüz binalar hamısı qayaların üzərində qurulublar. O Kürün o tərəfidir. Bu tərəfi meydandır, o tərəfinə 2 adı vardı. Həm İsani də deyirlər, Avlabar da deyirlər. Biraz o tərəfdə ucda Medek qalasıdır və Vaxtan Qurqasalın da abidəsidir. Mən istəyirəm, bax, buradan bu mənzərəni görəsiniz ki, səhərlər yemək otağımız bu tərəfə baxırdı. Yataq otaqlarımız da yolun o tərəfinə baxırdı. Bu yemək otağı olanda mən mütləq pəncərənin yanında oturardım ki, bütün bu panoramanı görəm. O vaxtdan da elə xatirimdə belə qalıbdı. Hətta bir xasiyyətin bir hissəsi olubdu ki, çörək yeyəndə mütləq qarşımda gözəl bir panorama olmalıdır. İmkan dairəsində sözsüz ki, bax, bu panorama daim gözümün qabağındaydı. İllərlə bura mən hər səhər duranda illərlə bu panoramanı gördüm. Binamızın həyəti çox yekə idi. Hətta bir hissəsini götürdülər. İndi gördüyünüz bu qırmızı damın bir qismi o dövrdə uşaq bağçası idi. Uşaq bağçası tikdilər. Burada da isə bu binanın yerində atamla qardaşları karxana açmışlar. Karxana deyilirdi. Çalağayı istehsal edirdilər burada. O çalağayı istehsal eləməyində də Basqallılar köçmüşdü müharibə illəri Tiflisə. Böyük bir məhəllə var idi. Burada Basqallılar məhəlləsi. Onlar örgətmişlər və onlar ustalığını onlar edirdilər. Təşkilatçılığını isə atamla qardaşları edirdilər. Ümumiyyətlə, atamla qardaşlarının 3 artelə sahibi idilər. O artellər şərti olaraq dövlətinki sayılırdı. Amma reallıqda deməli fərdi idi, özəl bir müəssisələr idilər. Stalinin vaxtında bunlar qanuni idilər. Stalin özü icazə vermişdi ki, yüngül sənaye məhsulları belə artellərdə buraxılsın və 3 artelin ikisində, birində cuğa tikirdilər. Cuğa Gürcülərin
məxsus ayaqqabılarıdır. Deyilənə ki, Stalinin kəyməsi də o cuğadan idi. O, deməli, çox yumşaq idi, yerişki rahat idi. Birində cuğa tikirdilər, birində burada çalağı istehsal edilər, birində də ayaqqabı tikirdilər. Və biz bu 3 dənə arterin hesabına demək olar ki, o Sovet dövründə həyatda bir çətinlik hiss eləmədik. Demək olar ki, həyatım rahat idi. Mənim də oxumağıma, sonra yaşa çatmağımda bu imkan böyük rol oynadı. Bu tərəfdə Nərman Nərmanov muzeyi görsənir. Xalamgilin evi, biz 56-cı ildən sonra orada yaşayırdıq. Xalam tək qayıtmışdı Qazaxıstandan. Ümumiyyətlə isə buradan bütün gördüyünüz kimi Tiflisin demək olur ki, Kür çayının sol sahilinin ən əzəmətli, ən gözəl, ən baxımlı bir hissəsidir. Qayalar üstündə evlərə baxın siz. İndi arxasında müasir binalar tikilibdir, müasir evlər tikilibdir. Amma Tiflisin simvolu bu qayalar üstündə tikilən evlərdilər. Xaricilər də gələndə mütləq hesab edirlər ki, o qayalar üstündə tikilən evlərin yanında foto şəhidçisinə, xatirələrində qalsın. Mənim də elə sözün düzsə deyim ki, Tiflisin obrazı deyəndə gözümün qabağına bizim pəncərədən görsənən bu qayalar üstündə qurulan evlərdir. Binanı alanda bina bir mərtəbəli idi. Rəşid Beybutovun atası Məcid Beybutovundan alınmışdı. Atam idi, 2 qardaşı var idi. Atam ortancı qardaşı idi, böyük qardaşı Abbasqulu idi adı. Biz ona ağa deyirdik. Bir də atamın kiçik qardaşı, ona Firidun əmi deyirdik. Bir də atam Əz idi. Onlar üçü gənc yaşdan müstəqil işləməyə başladılar. Böyük əmim Abbasqulu da çox işgüzar bir adam idi. O qazandıqları pulları vermirdi qardaşlarına xərcləməyə. Özü yığırdı və dediklərinə görə 24 qızıl yığdılar, 24 qızıl. Sonra bu torpağı böyük bir həyətdir, çox böyükdür. İndi bu bizi o vaxt onlar aldığı həyətdə həmin bu 5 mərtəbəli hotel durur. Sonra aşağıda göstərdiyim uşaq bağçası durur. Göstərdiyim Kəlağay kərxanası durur. Və hətta ucu da görsənmir həyətin. Bir mərtəbəli binanı aldılar, sonra onu başladılar pul qazandıqca mərtəbələri artırmağa. Sonda 3 mərtəbəli bina oldu və bu 3 mərtəbəli binada təxminən bir 50 otaq oldu. Əvvəl bunlar alanda subay idilər, hamısını kiriyə verirdilər bu otaqları. Amma vaxt getdikcə, öz övladları böyüdükcə, evləndikcə kirədərləri bir-bir çıxardırdılar, öz övladlarına verirdilər. Amma mən yaşayanda yenə də burada Gürcü, bir neçə Gürcü kirədərimiz var idi, hətta Rus kirələri də var idi. Amma atama çətin idi, çünki hərbidən qaydanda asma xəstəliyinə tutulmuşdu və yoxuşun öz yerində, gərək o meydandan yoxuşla qalxıydı. 3 mərtəbəyə qalxmağı da burada çətinlik çəkirdi, amma məcbur idi burada yaşasın. Xalamgilin 56-cı ildə xalam qaydanda biz köçdük, xalam tək qayıtmışdı. Orada da 3 otaqlı mənzil idi. Biz köçdük ora. Buradakı 3 otağı da atam hamısını verdi böyük qardaşım Pənaha. Bizdə 3 otaq idi, amma otaqların ikisi o arxaya baxırdı, ikisi də bura baxırdı. Biri bardağa, bir də balkon da baxırdı bura. Oradan mən göstərdim sizə, o idi. Nostalji hissi oyadır məndə, nostalji hissi. Bu yerin adı Xarpuqdur. Mənim anamın ata evi bunun üstündədir. Bu da anamın ata evidir.
Algetskaya ulisa, küçənin adı Alget küçəsidir. İndi qapını döyək görə aşan olacaq ya olmayacaq. Bu da 3 mərtəbəli binadır. Amma bu gördüyünüz kimi sağ-salamat qalıbdır. Anamın atası bəy nəslindən idi. Adı özünün Bala bəy idi. Familiyası da Acalov idi. Anamın familiyası Acal sözündəndir. Acal qədim tayfa olubdur. Deyilənə görə Oğuz xanına gələn tayfadır. Türkmənlərdə hələ də bu tayfa müstəqil şəkildə fəaliyyət göstərir tayfa olaraq. Amma Azərbaycanda bu tayfa stadını itirdi. Bir nəsil kimi bir neçə yüzə yaxın ailə var. Acalov familiyasını daşıyır. Gürcüstanın müxtəlif Azərbaycan rayonlarında onlar yaşayırlar. Anam da, nənəm də gülləri çox sevərdilər. Tkvenovi qidet. Kemi bizayğo. Tkveni bitərik. Ki. Bu yerin mənim həyatımda 3 əlamətdar hadisəsi var. Biri odur ki, ən ilki, burada mənim xalamın evi idi, xalamın ailəsinin evi idi. Mən tez-tez xalamgildə gəlib qalırdım, çünki onun əri Mirzə idi o dövrdə. Rus dilini yaxşı bilirdi və mən Rus məktəbində oxuduğuma görə bir çox hallarda köməyə ehtiyacım olurdu, o köməkli edirdi mənə. 50-ci ilin qışı idi, yanvar ayında. Mən bunlarda qaldım. Gecə vaxtı bir də gördüm ki, xalam məni oyadır, Həsən dur ginən. Durdum, gördüm ki, evin içində Sovet əskərləri var, bir neçə nəfər. Xalam ağlayır, xalamın əri də Qulu idi adı, mən ona Qulu baba deyirdim. Xalamın oğlu Akif hamı ayaq üstədir. Gördüm, xalam nəsə şeylərdən yığır və başa düşmürdüm nə məsələdir. Sonra bu saldatlar bizi, hamımızı çıxartdılar həyətə və burada yük maşını durmuşdu. Burada indiki duran bu maşının yerində yük maşını durmuşdu. Bizi yük maşınına qaldırdılar. Biz yük maşından minamində atamgil xəbər tutdu ki, bizi buradan harasa sürgün edirlər. Onlar gəldilər. Atam çalışdı ki, saldatları inandırsın ki, bəs mən qonağam burada. Amma məni buraxmadılar. Bilinmirdi ki, nə olacaq, bilinmirdi ki, nə tale gözləyir bizi. Heç sürgün sözü də hələ onda düzəməlli bilinmirdi. Bu hasarın o tərəfində Rus ailəsi yaşayırdı. Onlar bizi yaxşı tanırdı, atamı da yaxşı tanırdı. Onlar da Rus dilində gəlib dedilər. Atam da Rus dilində dedi, amma onlar Rus olaraq dedilər ki, bu olan bu evin əsas yaşayıcısı deyil. Amma baxmadılar saldatlar və bizi buradan apardılar Tiflisin Nəftuluq vağzalına. O Nəftuluq vağzalına biz gidəcəyik, orada görəcəksiniz, sonunu orada söyləyəcəm mən necə oldu. İkinci hadisə ondan ibarət oldu ki, 56-cı ildə xalamgili qaytardılar geri. Amma xalamın artıq əri də ölmüşdü, oğlu da ölmüşdü, xalam tək qayıtdı bura, tək. Tək qayıdanda burada tək qalmasın ki, artıq çox xəstə idi.
Atam da bizim evə qalxa bilmiş asması var idi və üstünlüyü oldu ki, burada qalsın. Burada indiki bu ev Nərimanovun evidir, onun kopyasıdır. Bizim ev biraz başqa görəydi burada. Çox hündür pəncərələri, badaloqlu idi, geniş pəncərəli idi, o ev idi. Biz burada gəldik və mən, atam, anam, xalam burada qaldıq. Burada 3 otaqlı mənzil idi. Burada qaldıq biz. Və mən məktəbi qutaranda artıq buradaydım və burada mən Bakıya, buradan məni atam, anam buradan yola saldılar. Mən buradan getdim Bakıya və artıq bir dəfəlik ömürlük Bakıda məskunlaşdım. Mən təxminən 22 yaşında məni Bakıda rayon komsomol komitəsinin katibi seçdilər. Seçəndə atam dedi ki, Həsən Tiflisə qaydası olmadı. Əgər artıq işi vardısa, o bura qayıtmayacaqdı. Atam onda buranı bir nəfərə satdı, getdi. O da gəldi Bakıya, Bakıda ev aldı və Bakıda qaldı. Orada da bir neçə müddətdən sonra rəhbətə getdi. Mən hər gələndə bura gəlirdim. Burada atam satdığı kişi sağ idi, o da çox kefkil adam idi. Gələn kimi deyirdi ki, bəs mən Əzizin oğluyam. Əziz atamı tərifləyirdi, böyük məclis açardı burada. Çünki mən elə bir çoxdan gözlədiyi qonağı idim onun. Məclis açardı, özü çaxır düzəldirdi, çaxır qoyardı, eləyərdi. Bir saat, 2 saatdan tez buraxmazdı bizi. Nəriman Nərimanovun evi başqa yerdə idi. O biz sizlə olduq meydan tərəfində idi evi. Oranı da deməli bir şirkət bütün kvartalı aldı və oranı turistik kimi, kompleksi kimi elədi və Nərimanovun evini orada söktülər. Nərimanovun evini söktülər və Gürcü hökuməti qərar verdi ki, Azərbaycan harada istəyirsə ev ala bilər, torpaq ala bilər və orada Nərimanovun ev muzeyini düzəldə bilər. Asılı olmayaraq ki, Nəriman orada yaşayıb ya yaşamayıb. Nəriman burada yaşamayıbdır. Biz yaşamışıq burada. Bizim də Sokarın rəhbərliyi gəlib burada ev axtarıbdır. O da Rövnaqın dövrü idi. Yer axtarıblar, axtaranda bir neçə yer gəlib ki, ermənilərin evi olubdur. Onda almayıblar. Bura gələndə deyiblər ki, bir ölgəni görün, bura kimin evidir? Biz də deyib ki, Həsən Həsənov evidir. Düzdür, bu mənim birbaşa da atamın evi idi. Amma indi mənim adımla getdik Həsən. Tez sevgi olub aldılar burada bunu. Bu bizim də binamızı uçurtdular. Biz yaşadığımız binanı uçurtdular. Fərqli idi o bina. O da özünə görə daha yaxşı idi, mənim fikrimcə. Və burada Nərimanovun evinin kopyasını burada belə tikdilər. Və Nərimanovun da abidəsini burada qoydular, belə bu şəkildə. Mən də bir dəfə məndən cavan olan vəzifəli adama dedim ki, mən öləndə də Nərimanovun yanına burada mənim də büstümü qoyarsınız. Əgər xidmətimi dəyərləndirsəniz, hesab eləsəniz ki, layiqəm ona olsun. Və istərdim ki, burada Əli-Mərdan bəy Topçubaşovun da abidəsi olsun. Çünki Əli-Mərdan bəy Topçubaşov da Tiflisdə doğulubdu və uzun müddət Tiflisdə oxuyub və işləyibdi Tiflisdə. Hesab edir ki, Tiflis şəhəri Azərbaycana verdiyi iki böyük şəxsiyyət Nərimanov və Topçubaşov burada olsun. Mən də sadəcə bu evdə yaşayan bir adam kimi abidəm olsa, sonradan o dünyada sevinərəm mən. İndi bura muzeydir və mən çox şadam ki, bu muzey də Tiflisdə Azərbaycanlılar üçün cəlb edici bir yerdir. Onu da qeyd etmək istəyirəm ki, oranı sökəndə Nərimanov muzeyini biraz çox adam özünü itirdi. Özünü itirməyən bir prezidentimiz oldu İlham Əliyev. O ideyanı verdi tez ki, əgər icazə verirlər ki, tez gedin, yer axtarın, tapın, maliyyələşdirildi bu layihə ki, tikin, hamısı nə lazımdır eləyin. Özü də tez-tez soruşurdu ki, necə gedirik, ona məlumat verilirdi və bu binanın bu şəkildə burada bərpa olunması, Nərimanovun da adı belə Tiflis şəhərində qalması şəxsən İlham Əliyevin xidmətidir, ona da təşəkkürümüzü bildiririk biz. Burada da bir dənə, indi bağlarda düzəldilər, yay kuxunası düzəldilər bağlarda, belə bir yay kuxunası da var idi burada. Ağaçlar belə döyüldü, anam gül sevərdi, gül. Bu da əsas güllər idilər. Bu tərəfdə də güllər bastırılmışdı. Belə yox idi. Qoşular yaşayırdı, orada da tanış idilər hamısı. Əlaqə yaradırdılar, söhbət edirdilər. İndi soyuqlama gedib hər yerdə, cəmaat bir-birindən danışmır. Bir binada yaşayanlar söhbət edə bilirlər.
Bu sizin beğendiğiniz. Ha. Sizin Baxsanız kitaplarınız. heç dəyişməmişsiniz, değil mi, maşallah. Ha. Elə deyərsən də. Doğru. Bu da mənim kitabımdır. Hasan Hanım, bu da sizin kitabınız. Bu sizin kitabınız. Bu sizin kitabınız. Ha. Gene de sizin kitabınız. Ha. Bu da sizin. Bu da mənim kitabım. Ha. Evet. Bu İtaliyada çıxıbdı. Nərimanov tədqiq eləmişəm və namizədlik dissertasiyam Nərimanov həsr olunubdur. O dissertasiya sonra kitab şəklində mən nəşr elədim. O nəşrdən də xəbər tutdu İtaliyanın şirkəti. O istəyirdi Nərimanov haqqında kitab buraxsınlar. Soru elədilər Bakıda çox adamdan. Hamı bir nəfəslə dedi ki, ən yaxşı əsər Nərimanov haqqında Həsən Həsənovundur. Bu da İtaliyada çıxan kitabdır. İtalyan dilində çıxıbdır. Həmin bu kitab Azərbaycanda çıxıbdır. Bax, bu Azərbaycanda çıxıbdır. Bu da İtaliyada çıxıbdır, İtalyan dilində. Yaxşılığı nədən ibarətdir, mən sizə deyim ki, tamamilə Nərimanova yeni baxışdır burada. Çünki Sovet dövründə Moskva Nərimanova damğa vurmuşdu ki, Nərimanov millətçidir. Əslində, həqiqətən də Nərimanov millətçi idi, yəni millətini sevən və milləti uğrunda çalışan bir adam idi. Amma Sovet dövründə onu qorumaq üçün, o tarixdə adı qalmaq üçün Sovet tarixində lazım idi bir sübut eləyək ki, o millətçi deyildi. Amma mən bunu müstəqillik dövründə yazmışam və olduğu kimi Nəriman, ilk dəfə olduğu kimi Nəriman buradadır. Çünki Sovet dövründə çıxan kitabları onun ya tənqidi idi ki, kommunistlər tərəfindən ki, o millətçidir, ya da Azərbaycan alimləri tərəfindən ki, yox, o millətçi deyil, ta ki, onun adı tarixdə qalsın. Burada isə əsl Nərimanov, həqiqi Nərimanov bu kitabdadır. Bu yerin adı Gürcüce Naftuluk idi. Naftuluki. O gördüğünüz sözün Azərbaycan versiyası nəftilikdir. Deyilənə görə burada nə vaxtsa neft tapılmışdı. Onun üçün də bu yerin adı nəftilik qoyulmuşdu. Dəqiq bilmirəm nə vaxt olmuşdu. Amma hər halda nəsə bir Azərbaycan amili olub bu neftin tapılmağında. Əgər adı Azərbaycan versiyasında, yəni nəftilik sözü Azərbaycancadır. Bu yerin tarixinə aid sözdür. Mənim taleyimdə isə bu nəftiliğin başqa bir yeri vardı. 1950-ci ildə mən xalamgildə qonaq idim. O xalamın evi bizim öz evimizə yaxın olduğuna görə axşam da orada qaldım. Gecə yarısı xalam məni yuxudan oyatdı. Oyadanda gördüm ki, otaqda bir neçə hərbi adam durubdu. Xalam da ağlayır. Bizi geyindirdi. Gördüm xalam şeyləri yığır. Sonra biz həyətə çıxdıq. Əskərlər bizi həyətə çıxartdılar və həyətdə yük maşını var idi. Yük maşınına bizi yüklədilər. Xalam, əri, Qulu idi adı. Mən ona Qulu baba deyirdim. İki oğlu Rəşid və Akif də, bir də mən. Mindik maşına və maşınla bizi şəhərlə apardılar. Biz bilmədik, hara aparacaqlar, nə aparacaqlar, amma getdilər bura. Bura o vaxtı çox canlı bir qatar stansiyası idi. Elə Naftuluk adlanırdı bura. Burada həddindən çox maşın var idi, biz gördük. Yəni bir neçə min adamı əgər köçürdürdülər harasa, maşınların sayı da ona uyğun idi. Yəni hər maşında 5 nəfər, 6 nəfər, 7 nəfər idi. Deməli, yüzlərlə maşın var idi və uzun müddət biz maşında qaldıq. Sadəcə söhbətdən eşitdik ki, bizi vaqonlara yükləyəcəklər. Amma da indiki kimi o rəsmi vaqon deyildi, yük vaqonları idi. Yük vaqonlarına yükləməli idilər. Mən də uşaq idim. Xalam ağlayırdı. Xalamın oğlu məndən böyük idi. Biri 15 yaşında, biri 30 yaşında. Onlar daha çox dərk edirlər. Mən dərk eləmirdim vəziyyəti. Bir də gördüm ki, mənim atam, bir də məktəbdə olan müəllimə birlikdə gəlirlər. Hansısa bir əskərlə bir yerdə gəldilər və dedilər, Həsənov Həsən, mən sözsüz ki, səs verdim. Məni düşürtdülər maşından
Beləliklə xalamgil getdi, qaldı orada. Mən isə atamla geri evə qayıtdım. Evə qayıtdıq, gəldik, xalamızdan bir xəbər olduq, bilmədik nədir. Və 5-6 aydan sonra ilk məktub aldıq. Məktub aldıq ki, onları Almata vilayətinin Kilik kəndində yerləşdiriblər. O da çox soyuq bir yer idi. Bir müddətdən sonra xəbər tutduq ki, həyat yoldaşı Qulu baba dediyim Qulu babam rəhmətə getdi. Sonra böyük oğlu Rəşid rəhmətə getdi. Sonra da kiçik oğlu Akif rəhmətə getdi. Mən heyfslənirəm çünki o Akif çox istedadlı bir oğlan idi. Heyfslənirəm ki, onun həyatı belə tez söndü. Xalam da tək qaldı orada. Bu hadisə baş verdi 50-ci ilin yanvarında. 56-cı ildə Xruşşov Stalin repressiyalarını tənqidə məruz qoyduğuna görə bir çox adama reabilitasiya verildi. Xalama da artıq tək başına xalam qayıtdı, gəldi Bakıya. Atamdan soruşdum sonralar ki, bu necə oldu məni azad elədilər? Atam bu hadisələri görərkən belə getdi məktəbə. Çünki orada deyəndə əskərlərə ki, buraxmırıq, çünki biz heç zat bilmirik. Aydın oldu ki, əskərlər gələndə əllərdə siyahı yox idi. Sadəcə ünvan var idi ki, bu ünvanda filan otağa girirsən, kim var, hamısını götürürsən. Belə oldu, mən də onlarla oldum. Atam getdi, direktorla görüşdü, məktəbimizin direktorundan. O da bir müəllimə təşkim elədi. Ya zavuç olardı, ya kimsə idi. Mənim metrikamı da əlavə elədilər. Gəldilər, elə başa salandan sonra sübut olundu. Burada siyahıya baxdılar ki, siyahıda mənim adım yoxdur. Onun üçün də məni buraxdılar, mən qayıtdım. Amma xalamla 6 il biz məktublaşırdıq. 6 il məktublaşırdıq. Məktublar da hər məktub yaş doğururdu anamda. Çünki bir-birinin ardınca ölürdülər, əri, bir oğlu, o birisi oğlu. Xalam da tək qalırdı. Anam çox əziyyət çəkirdi. 56-cı ildə xalam gələndə o da artıq xəstə idi. Qısa müddətdən sonra o da rəhmətə getdi. Bax, belə bir hadisə mənim başıma gəldi və o hadisə bu nəftılıqla mənim xatirəmdə qalıbdır. O şəkil dəndiyənə qədər xatirəmdə qalıbdır. İndi burada hamısı başqa maşınlardır. Onda adamlarla dolu yük maşınları idi və çoxunda da ağlaşma idi. Ağlaşma idi. Bəs niyə sürgün elədilər xalamgili? Sən demə, onun həyat yoldaşı Qulu Babayev Sovet vətəndaşlığı qəbul eləməmişdi. O İrandan gəlmişdi, Təbrizdən gəlmişdi və Sovet vətəndaşı qəbul eləməmişdi və Sovet vətəndaşı olmayanlar hamısını Tiflis şəhərindən sürgün eləyirdilər. Bax belə, Allah rəhmət eləsin onlara. Dediyim kimi bizim ev okul məktəbdəki evdən çox aralı idi. Amma onun üçün də məni məktəbə götürmək istəmirdilər. Atamın dostu var idi. Tiflis dəmir yolu rəisinin müavini idi. O bu binada yaşayırdı. Bu öz adına yazdı məni. Öz adından da məktəbin regionu buraydı deyə məni məktəbə qəbul elədilər. Amma bilinməsin ki, mən kənardanam. Anam hər səhər evdən, birinci sınıfda oxuyanda məni gətirərdi bura, təhvil verərdi burada atamın dostunun arvadına. O aparardı məni məktəbə, birinci sınıfda. İkinci sınıfdan sonra artıq mən özüm gedirdim məktəbə. İndi burada deyəsən heç kim yaşamır.
1948-ci ildən 1958-ci ilə qədər mən bu məktəbdə oxumuşam. Məktəbdə daxil olanda adı 3-cü Rus Oğlanlar Məktəbi idi. Amma 54-cü ildə qızlarla birləşdi və oldu 43 nömrəli Rus məktəbi oldu. Bu məktəb bizim yaşadığımız evdən xeyli uzaqdır. Mən yaşadığım yerin adı Xarpuqdur, meydanda. Burası Sololaqdır. Gördüyünüz yolda Kocora gedir. Kocora Tiflisin kurort yeridir. Atam hərfdən qaydanda mənim artıq 5-6 yaşım var idi. Atam qərar verdi ki, mən deməli məhəlləmizdə olan məktəbdə deyil, Tiflisin ən yaxşı məktəbində oxuyum. Çox axtardı və tapıldı ki, ən yaxşı məktəb bu məktəbdir. Onda 3 nömrəli məktəb sayılırdı. Burada belə idi qayda. 1 nömrəli oğlanlar məktəbi Gürcü məktəbi idi. 2 nömrəli Gürcülərin qızlar məktəbi idi. Bu da 3 nömrəli oğlanlar məktəbi idi. Yəni Rus dilində ən yaxşı məktəb sayılırdı. Amma məni bura qəbul eləmədilər. Qəbul eləmədi ona görə ki, ad oldu ki, biz bu rayonda yaşamırıq. Bizim yaşadığımız yer başqa rayondur Tiflisin. Atamın burada dostu var idi. Dəmir yolunun rəis müavini idi, vəzifəli idi. Onunla danışdı, o öz adından məni bura düzəltdi. Güya atam frontdan qayıtdığına görə məni saxlaya bilmir. Onda Rus dilində naxlebnik sözü var idi. Yəni çörək naminə olmuşdu, verdi mənə çörək naminə, amma sənədləşmədi bu. Anam səhərlər gətirirdi məni onun evinə, o adamın evinə, təhvil verirdi onun arvadına. Onun arvadı da məni bu məktəbə gətirirdi. Güya mən onlarda yaşayıram. 2-ci sinifdən sonra da artıq özüm gəlirdim bura. Bu məktəb çox yüksək məktəb idi və deyim sizə sözün əsli mənasında bir çox xasiyyətim, bir çox keyfiyyətlərim, bir çox bilgilərim artıq bu məktəbdə formalaşmışdı. Mən Bakıya gələndə özümü çox sərbəst hiss elədim. Çünki artıq elə bir dünya görüşüm də formalaşdığına görə özümü çox rahat hiss edirdim başda. Yəni bir qıraqdan gələn kimi deyil, artıq formalaşmış bir adam kimi və burada 7-ci, 8-ci, 9-cu, 10-cu sinifdə məni sinifom seçirdilər. Bax, bəlkə mən yeganə Azərbaycanlı idim məktəbdə, sinifdə də, amma sinifom seçirdilər. O sinifom olaraq mən burada xeyli təcrübə topladım. Bakıya gedəndə də institutun 1-ci kursunda məni Komsomol təşkilatı seçdilər və vəzifə karyeram belə başladı. Katerina da Lili. Namasovla böyle daha halkalıdır. Samuzda Şvitseriye'nin turistten çarşılı var. Samuzda teli. Maşin bir kavi. Tram edeceğiz. Ostimuzda Kudüs'eli var. Var. Besmeve Bendiyeli var. Ratum Bendiyeli var. İmitomlu imsulaşı var. Sada zgadzamy. Szkoła Siemczyn jest szkoła Siemczyn, chyba Cminda. Mevlüt abi Premier Ministri, Azerbaycan Mevlüt abi, Sakarya Ministri, Oçiteli Büyük abi, elçi, Azerbaycan elçi, Amerika'şı, Polonyaşı, Vengria, Ungreši, Sada svi qavi, Mitsodi Rome, am škola davtare.
истории докторы, var. Истории докторы. Es Şevitsigriya. Bak o şeyin uzgalasına geldi. ქალწულის კოშკი. ქალწულის კოშკი. აი, თქვენი სურათი არის. Okey, ay, es İngiliz surat არის. მე აზერბაიჯანიდან წერე და UNESCO მას İngiliz surat. აჰა. Başka bir yer almışsın da. იგივე ქალწულის კოშკი არის საწყალი ამოსულებში. Direktörün kabiliyeti olacak, görmezsin kesin falan. იღოს დირექტორის კაბინეტში. – 1953-cü ildə mart ayında Stalin rəhmətə getdi. Və bilmirəm başqa respublikalarda necə idi, amma Tiflisdə hər ilin mart ayında xüsusi xatirə tədbirləri keçirilirdi. Həm məktəblərdə, həm universitetlərdə, həm də müxtəlif sahə olan müəssisələrdə. Biz də 53-də öldü, məktəbdə qeyd elədik. 54-də bir ili tamam oldu, məktəbdə qeyd elədik. 55-də yenə ikinci il dönümüydü, yenə məktəbdə qeyd elədik. 56-cı ildə isə qeyd olunmadı. Biz onda cavan idik, xırdalıqlarını bilmirdik. Amma məsələn mahiyyəti ondan ibarət ki, 56-cı ildə Moskvada partiyanın qurultayı keçirildi və partiyanın qurultayında o vaxt partiya başçılıq eləyən Xruşşovun şəxsi təşəbbüsü ilə Stalinə aid xeyli tənqidi çıxışlar oldu. Bu tənqidi çıxışların nəticəsi o oldu ki, Stalinin xatirə günü qeyd olunmasın. Onun üçün də bizdə qeyd olunmadı. Nəinki bizim məktəbdə, bütün Tiflis şəhərin universitetlərində də qeyd olunmadı, müəssisələrdə də qeyd olunmadı. Bu vaxtda biz xəbər tutduq məktəbdə. Məktəbdə gəldi uşaqlardan biri dedi ki, Tiflisin bütün universitetlərin və məktəblərin şagirdləri və tələbələri axışıblar şəhərin mərkəzi meydanına. Bu kişi gördüyünüz kişi onda Kirovun adına idi. İndi başqa bir Gürcistanın yazıçısının adınadır. Məktəbdə uşaqlar hamısı mənə baxdılar. Çünki mən 7, 8, 9, 10-cu sinifdə sinifqov idim. Mənə baxdılar ki, gedək ya getməyək. Gedək və getməyək söhbət düşər kimi sinifimizdə olan ermənilər hamısı otaqdan çıxdılar. Onlar çıxdılar ona görə ki, Mikoyan Stalinin silahdaşı olduğuna baxmayaraq Xruşşova dəstək verən ilk adam oldu və o da Stalini tənqid elədi və ona görə Gürcistanda Mikoyanın ətrafında müəyyən ab-hava yarandı və Mikoyanın ətrafında olan ab-hava gəldi Gürcistanda yaşayan ermənilərə də şamil olundu. Mən sinifqom olaraq qərar qəbul eləməliydim. Ya mən hamı ilə bir yerdə çıxıb gəlməliydik bura, ya da getməliydim ermənilərin arxasınca. Sözsüz ki, mən heç tərəddüd etmədən qərar verdim ki, uşaqlara, Gürcü oğlanlarına dedim ki, mən sizlə birgəyəm, birlikdə gedirik. Biz bu yolla gəldik bu meydana. İndi gedək meydan tərəfə. Əsas hadisələr meydanda inkişaf elədi. O küçədən biz həmin bu meydana daxil olduq. Meydan adamlarla dolu idi. Ola bilər ki, Tiflisin bütün gəncləri buradaydı. Universitet tələbələri, orta məktəb uşaqları, həmçinin yaşlı adamlar da var idilər. Yəni meydanda demək ki, boş yer yox idi. Biz zorla gəldi bu tərəfə keçdik. Nədənsə bilmirəm. Burada da tribuna var idi. İndi avtobus dayanacağı olan yerdə dövlət tribunası var idi. O dövlət tribunasında adətən Sovet bayramları olurdu. Mayın 1-də, bir də noyabrın 7-sində. O Sovet bayramları olan günü şəhərin zəhmətkeşləri o dövrün terminindən desək, buradan təntənəli şəkildə keçirdilər və tribunada Gürcistan dövlətinin başçıları qarşılayırdı zəhmətkeşləri. İndi artıq dövlət nümayəndələri heç bir nəfər də yox idi. Tribunaya tələbələr özləri hakim olmuşdular və öz aralarından da başçı seçmişdilər. Bu həyəcanı mən 2 gün keçirdim. Sözün düzsə deyim ki, 88-ci ildə Bakıda Qarabağla əlaqədar mitinqlər başlayanda mənim müasirlərim üçün gözlənilməz oldu o
hadisə. Mən isə artıq bu məktəbi keçdiyimə görə biraz daha soyuqqanlıqla və düşüncəli şəkildə o tədbirləri qarşılayırdım və imkan dairəsində vəzifədə olduğuma baxmayaraq onlarda iştirak edirdim. 2 gün burada olduq. Amma saat qaranlıq düşəndə mən gedirdim evə və bütün şagirdlər də dağışırdılar. 2-ci günü evdə idim mən. Mənim böyük qardaşlarım şəhərdən qaydanda hadisə söylədilər. O hadisə də burada Rustaveli prospektində baş vermişdi. Stalinin xatirəsinə həsr olunmuş Tiflis gənclərinin tədbiri, əsas hissəsi meydanda keçirildi. Harada ki, mən sizə bu haqda dedim. O meydan yeri gəlmişkən deyim ki, 53-cü ilə qədər Beriyanın adına idi. Çünki vaxtı ilə Beriya Gürcüstana başçılıq edirdi. Sonra Moskvaya gedəndə adı qalmışdı. Amma Beriya güllələndən sonra oranın adı oldu Lenin adına meydan və müstəqillik dövründə oranın adı oldu Müstəqillik meydanı. Mən 2 gün məktəb dostlarımla, dediyim ki, ancaq Gürcülər gəlmişdi mənimlə bir yerdə. Mənimlə deyəndə biz bir yerdə gəlmişdik. Gündüzlər olduq. Qaranlıq düşəndə dağılışırdıq biz evlərə. Amma miting deyilənə görə davam edirdi. 2-ci günü, 3-cü günü idi, dəqiq deyə bilmərəm. Mən evdə idim. Böyük qardaşım şəhərdən gələndə dedi ki, Rustaveli prospektində cavanları gülləliyiblər. Söhbət bu küçədən gedir, bura Rustaveli prospektidir. Sonradan biz o hadisəni bildik, hələ o vaxtı bildim. Mən 53-cü, 56-cı ildə bildim ki, bir dəstə gənc axşam qaranlıq düşəndə o meydandan aralanıb, mən küçə göstərəcəm, indi aşağıdan bir küçə gəlir. O küçə ilə gizlindən gəliblər, bir təxminən 40-50 nəfər gəlmişdilər ki, bu binaya geçsinlər. Mənim arxamda olan hündür bina, onda bu bina Rabitə evi adlandırırdı ya da radyo evi adlanırdı. Çünki Gürcüstanın mərkəzi radyosu burada yerləşirdi. Və sözlə şifahi olaraq söylədilər ki, onların fikri var idi ki, bu binanı zəbt eləsinlər, radyonu ələ alsınlar və radyo ilə bütün dünya elan eləsinlər ki, Gürcüstan Sovet İttifaqının tərkibindən çıxır. Amma burada əskərlər, Sovet əskərləri hazır idilər və onlar aşağı küçədən qalxıb Rustaveliyə çatanda onları çoxsu güllələmişdilər. Rəqəmi bilinmirdi nə vaxtı. Biz o vaxtı elə bilirdik, 100-200 nəfər güllələnibdi. Amma perestroyka vaxtı, Qarbaşov vaxtında artıq bu rəqəmlər səslənildi və məluş 19 nəfər gənc burada Rustaveli prospektində güllələnmişdi. Güllələnlər belə oldu ki, elə burada Rustavelidə meyitlər düşmüşdü. Gecə ilə bunların valideynlərini dəvət eləmişdilər. Meyitləri çıxartmışdılar, vermişdilər, amma demişdilər, harada basılsınlar bunlar. Baş daşı da qoymamışdılar. Baş daşını sonradan qoydular onlara. Yerdə olan asfaltı da yudular ki, səhər heç nə bilinməsin. Və bunlar haqqında demək olar ki, 56-cı ildən 86-87-ci ilə qədər, yəni 30 il ərzində bir kəlmə bu haqda söz deyilməzdi. Ancaq Qarbaşov vaxtında Gürcü xalqı tələb elədi ki, bu səslənilsin və sənədlər açılsın. Mən iştirakçı olduğuma görə burada sizə söylədiklərimi daha ətraflı şəkildə Macaristanda, deməli, Macar jurnalında məqalə kimi çap elədim. Niyə Macaristanda? Çünki mən orada səfir gəldim və Macaristanda 56-cı ildə üsyan olmuşdu oktyabr ayında. Mən də onlara söylədim ki, mən Tiflis şəhərində olanda mart ayında həmin üsyan Tiflisdə də olmuşdu. Mənə sifariş verdi ki, mən məqalə yazdım, mən də o məqaləni yazdım. Sağda gördüyünüz bu bina vaxtilə Rus İmperiyası dövründə Rus İmperatorunun Qafqazdakı valisinin sarayı idi. Sovet hakimiyyəti gələndən sonra burada Gənclər Sarayını təşkil elədilər. Amma bunun mən tələbi olanda burada Gənclər Sarayına Riyaziyyat Dərnəyinə çox gəlmişəm və bir növ mənim riyaziyyətə və mühəndisliyə bağlılığım bu saraydan başlayıbdır. Amma o vaxtı mən bilmirdim, çünki o vaxtı bizim Azərbaycan tarixindən xəbərimiz yox idi. Sonralar xəbər tutdum ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyi
məhz bu binada elan olunubdur və indi hal-hazırda sarayın giriş divarında o lövhə yazılıbdır ki, Azərbaycan Respublikası müstəqilliyi bu binada elan olunubdur. Arxamda olan bina mən Tiflisdə məktəbdə oxuyanda 1 nömrəli Gürcü oğlanlar məktəbi idi. Dediyim ki, bizim məktəbin adı 3 nömrəli oğlanlar məktəbi idi. Yəni bizim məktəb Rus məktəbi idi, bu isə Gürcü məktəbi idi. Və 3 nömrəli olsa da, amma Rus məktəbləri arasında bizimki 1 nömrəli idi. Bu məktəb deməli Azərbaycan mədəniyyətində, tarixində yer ondan ibarət ki, Əlimərdan bəy Topçubaşov Tiflisdə doğulub, Tiflisdə böyüyüb və Tiflisdə gimnaziyanı bitiribdi. Fransız dilində gimnaziya bitiribdi. Həmin yerdə, məktəbin yerində Fransız gimnaziyası yerləşirdi və Əlimərdan bəy Topçubaşov bu binada orta təhsilini burada alıbdır. Buradan sonra da Peterburq Universitetinə daxil olubdur. Arxamda olan kilsə birbaşa Azərbaycanın da tarixinə aidiyyəti yoxdur. Amma Gürcü xalqının öz mədəniyyətinin mirasına necə yiyələnməyi haqqında böyük bir nümunədir. Bu bina pravoslav kilsəsidir. Çünki Gürcülər ortodoksdular və bunların çox görkəmli Lado Qudiyaşvili adlı rəssamları vardı. Bu hələ inqilabdan əvvəl də Avropada təhsil almışdı və freskaya yiyələnmişdi. İstər freskanın, istər də Xostuzda əsərlərin müəllifidir. O icazə almadan gəlib bu kilsədə bütün divarlarda freskalar çəkmişdi. Və freskalar çəkilməkdə o dövrdə Sovet İttifaqında yol verilməz bir hal idi. Sovet hakimiyyəti də buna görə Lado Qudiyaşvilini biz indiki sözlə desək gözüm çıxda saldılar, sənətdən uzaqlaşdırdılar və demək olar ki, unudulmağa doğru getdi. 1956-cı ildə isə ilk dəfə SSR-də ümumiyyətlə sərt siyasət yumşalmağa gedən dövrdə buranın qapısını açdılar və əhaliyə icazə verdilər ki, buraya daxil olub Qudiyaşvilinin freskalarını görsünlər. Burada söhbət xristiyan ibadətindən getmirdi. Sadəcə mədəniyyətə münasibətdən gedirdi. Mən də məktəbdə oxuyan uşaqlarla birlikdə gəldik bura. İndi amma əllə göstərəcəm. Demək olar ki, o muzeyin yanından indiyənə qədər növbə var idi. Və səhər tutduğun növbə bəzi günlərdə axşama qədər çatmırdı. Səhərsi gələydi, bir də baxırdı. Yəni Gürcü əhalisi də, ziyalıları da, gəncləri də Lado Qudiyaşvili ilə belə hörmət edirdilər. Unudulan rəssamı əsərlərinə bir daha hörmət naminə buraya gəlib, bu növbəyə dururlar. Sağda gördüğünüz körpü var. Aslında bunun yerində çox qədim bir körpü var idi. Ehtimal idi ki, o 16-cı əsrdə körpü görülmüşdür. Körpünün bu tərəfdəki başında da meçid var idi. Bu meçidin adı yerli əhalilə Şah Abbas meçidi deyildi. Yəqin ki, Şah Abbas dövründə tikilmişdi meçid və yerli əhali bu meçiddə istifadə edirdi. 1952 ildə Beriyanın göstərişi ilə körpü yenilənəcək adı ilə meçid uçuruldu. Meçid də körpü də uçuruldu. Meçid çox çətinliklə uçuruldu. Hətta kərpiçdən ayırmaq da üçündəydi. El arasında bilirdilər ki, yumurta sarısından istifadə edirlər bu körpü. Arkada gördüğünüz abidənin arkasında memarlıq abidəsi var. Ona Medek qalası deyirlər. Medek qalası. Vaxtilə Nəriman Nərimanov gənclik vaxtında inqilabi hərəkətlə məşğul olduğuna görə
Onu həbs eləmişlər və bir müddət o qalada keçirdi. Gördüyünüz abidə isə Tiflis şəhərini salan Vaxtan Qorqasal abidəsidir. Vaxtan Qorqasal haqqında gürcü mənbələri yazır ki, onun anası Bərdə Haşiminin qızı idi. Bərdə Haşimin qızını verir Çar evinə və hələ bu vaxtdan gözü olmamışdan verir. Vaxtan doğularında gürcü mənbələri yazır ki, Vaxtanın anası Bərdədən olduğuna görə oğluna öz xalqının ənənəsinə uyğun olaraq ad vermişdi. Vaxtan adı deməli Bərdəli qadının, gəlinin təcəbbüsü olubdur. Dəqiq vaxtan sözü gürcü dilində izahatı yoxdur. Mən özüm bunu izahat eləmişim. Yəni bu iki hissədən ibarətdir. Vaxt və tank. Vaxt vaxtdır. Tank da ola bilsin ki, Tanrıdır. Yəni vaxt tank, Tanrı bunu qorusun mənasını daşıyır yəqin. Ola bilsin bunun adı. Və ikinci adı da Qorqasaldır. Qorqasal da qurt başıdır. O da yəqin anasından gəlibdir. Bura Tiflisin ən qədim yeridir. Və əslində Tiflis şəhəri bu yerə görə perspektiv oldu və inkişaf elədi. Tbilisiyə qədər Gürcüstan paytaxtı Mtsxeta şəhəri idi. Amma Tiflis yaranandan sonra inkişafı daha gür oldu və Mtsxeta şəhərini bu qabaqladı. Niyə bura oldu belə? Çünki bu indi yaxınlaşdığımız yer Hamamlar məhəlləsidir. Elə Gürcülər də bura indi Hamamlar məhəlləsi deyirlər. Gürcü dilində Abanovis Ubani deyirlər. Amma mən burada olanda oxuyan zamanı bu yerə deyirlər Tatris meydanı, Tatarların meydanı. Çünki Azərbaycanlara birisi uzun müddət Tatar deyiblər. Ad belə idi. İndi dəyişibdir da Abanovis Ubani'dir. Burada bir 10'a yaxın hamamlar var. Hamısı da Küküz suyunda üzərindədir. Müalicəvi idi. Bakıdan çoxlu qonaqlar gəldi, dost tanış. Otellər az idi. Azərbaycanlılar onları öz evlərində saxlayırlar. Çünki adətən qohum-qohumun yanına gəlirdi, tanışın yanına gəlirdi. Və demək olar ki, bir ay ərzində bunlar bu hamama gedib müalicə olurdular. Tiflisin göbəyi bu yerlərdir. Tiflis burada başlayıb və Azərbaycanlılar da əksəriyyəti burada yaşayırdı. Tiflisdə 2 Azərbaycan məhəlləsi var idi. Biri Saburtalo idi, o buradan biraz aralıdır. Biri də bura idi, amma bura Saburtalo'dan daha çox sayılı idi. Burada yaşayanların əksəriyyəti Azərbaycanlı idi. Amma Azərbaycanlılarla yanaşı sözsüz ki, Gürcülər də sözsüz ki, Ermənilər də, Ruslar da bu məhəllələrdə yaşayırdılar. Bu evləri görürsünüzsə, ənənəvi qədim Tiflisin evləridirlər. Buralarda da çoxlu dükan var idi, mağazalara dükan deyirlər orada. Hər şey satılırdı burada o dövr üçün, məişətdə lazım olan xərçələr, kilimlər, xurcunlar, qab-qaşıq. Burada restoran var idi bir dənə. Restoran adı Şərqi idi, amma el arasında ona Arşimallan deyirdilər. Mən maraqlandım ki, niyə Arşimallan deyirlər? Sən demə, Üzeyir Hacıbəyovun Arşimallan operetası yarananda gəldilər, burada başqa yer tapılmadı göstərməyə. Bu restoranda içəridə ən çox adam yerləşdiyinə görə burada tamaşa verdilər. Onun üçün də əhali arasında artıq bu restorana Şərq restoran deyilmədi, heç vaxt deyilmədi. Elə adı qalmış Arşimallan. Heç restoran sözdə işlətmir. Bir Arşimallana getdim, Arşimallana gəldim. Arşimallanın da yanında burada bitişik çayxana var idi. Çayxananın da adı Draxtın idi. Çayxana sözü işlətmirdilər.
reallıqda çayxana idi. Amma el arasında ona traktın deyirlər. Traktın sözündə Rusun traktir sözündən keçmişdi, gəlmişdi. Traktir Rus ənənəsinə görə yolüstü yemək yerinə traktir deyirlər. O traktirdən də traktın qalmışdı onun adı. Bax, bu çay çəkin. Bu çayın adı Nadaqdardır. Bakıda çoxlu Nadaqdar suyu satılır. Biləsiniz ki, bu çaydır. Bu çay 50-ci illərdə daşdı. Çox gür gəldi. Bunlar da hamamlarla kümbəzlər görürsünüz siz. Bütün bu hamamları su bastı. Çoxlu adam öldü. Çoxlu adam öldü onda. Moskvada da qazetlər xəbər verdilər, amma çox 3-4 sətirlə xəbər verdilər onda. Oldu. Ona görə də bu çayın sonra yolunu bağladılar. Vallahi bax, indi gördüyümüz yeri sonra bağlandı. Ondan sonra bağlandı. Amma açıq bu kürə daxil olur. İndi tunel vasitəsilə kürə daxil olur. Bu küçə Qrişaşvili küçəsidir. Bu küçə çox uzun küçədir və bu küçə gedəndə 41-ci evin üzərində Nəriman Nərimanovun ev muzeyi yerləşir. Tüm buralar hamısı Azərbaycanlılar yaşayırlar. Azərbaycan dili burada demək olar ki, millətlər arası danışıq dili idi. Ermənilər də, Gürcülər də, Yahudilər də, onlar da bir çox hallarda bir-birlərinlə Azərbaycan danışırdılar. Şah Abbas Meşidi uçurulanda o Şah Abbas Meşidi Şiələrin meşidi idi. Bu indi istifadə olunan meşid isə o dövrkü adı Qazan Tatarlar meşidi idi. Sünnülərin meşidi sayılırdı. Şah Abbas Meşidi uçurulandan sonra Şiələrlə Sünnülər birlikdə bu meşiddə ibadət etdilər və bu səbəbdən də artıq bura Qazan Tatarlar meşidi deyilmir, sadəcə Cuma meşidi deyilir. Çünki Şah Abbas Meşidi Cuma meşidi idi. Bu da hamamların kümbəzləridir gördüyünüz kimi. Tiflisin əsas tikinti materialı kərpiçdir. Gördüyünüz kimi kərpiç çox istifadə olunur. Bizim Gəncə də, Naxçıvan da, onlar da kərpiç regionudular. Onlar da qədimdən kərpiçlə tikilirdilər. Mənim babam Məşədəsən idi, onun da babası Pənah idi. Deməli, mənim babamın babası Pənah, məskəni bura idi, Kür qırağında. O ikinci nabərəcdiki vardı, onlarımızda evlər idilər. Onda o nabərəcdik yox, ancaq bu küçə var idi. O evləri sonra da söktülər, onlar burada yaşayırdılar. Atam da mənə deyirdi ki, atamın uşaqlığı burada keçibdi və deyirdi, Mirzə ilə qonşu idi. Mirzə Fətəliyə o dövrdə Mirzə Fətəli demirdilər, Mirzə deyirlər. Bütün Tiflisdə bir nəfər Mirzə sayılırdı Mirzə Fətəli. Mirzə deyəndə hamı bilirdi ki, Mirzə Fətəlidən gedir. Çünki onda Mirzələr çox idi axı. Savadlar hamısına Mirzə deyirdilər. Bunlar işlərlə pul qazandılar. Pulları çox olanda getdilər Xarpuxa. Nərimanovun evi olan Məhliyə. Oraya, o məhliyə, ora köçdülər. Yəni bizim əvvəl babalarımın babaları burada, elə deyəndə biz Kür qırağının adamlarıyıq, belə. Azərbaycanla Gürcüstan əlaqələri daim gərək inkişafda olsun, daim hərəkətdə olsun.
və daim gərək varlansın. Eyni yerdə dayanmaq olmaz. Heydər Əliyev prezident seçiləndə 1993-cü ildə ilk səfəri Gürcüstan oldu və ilk tədbiri prezident olaraq Gürcüstan azərbaycanlılarını yığıb onlarla söhbət apardı. Bu da onu göstərir ki, nə dərəcədə Heydər Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinə böyük önəm verirdi və maraqlıdır ki, ilk strateji partnyorluq Azərbaycan üçün məhz Gürcüstanla imzalanmışdı. Bu o deməkdir ki, həm mənəvi, həm insan resursları ilə bağlı, həm dövlətlər arası əlaqədə Heydər Əliyev Gürcüstana çox böyük önəm verirdi. Hazırda vəziyyət belədir ki, mən səfirlə görüşdüm, hörmətli Faiq Quliyevlə. O mənə çox vacib məlumat verdi və o vacib məlumatı mən istərdim ki, siz də bir növ yayasınız. Xüsusən də Gürcüstanda yaşayan Azərbaycanlılar arasında da bu bilinsin. O da ondan bir şey, ildə 1700 gəncin universitetlərdə oxumağına maddi dəstək verir Azərbaycan hökuməti. Bunun da təşəbbüskarı hörmətli prezidentimiz İlham Əliyevdir. Bilirsinizmi, bu həddindən ziyadə vacib bir məsələdir. Çünki Azərbaycanlılar özləri öz qazanlarında qaynayırlar. İndi isə düşünürəm ki, bu yolla ki gedirik, olan arasında Gürcü dilini çox səlis, təmiz bilən gənclər olacaqdır və onların arasında da çox lazım, müasir həyatda çox lazımlı sənətlər də olacaqdır və düşünürəm ki, onlar cəmiyyətdə, Gürcüstan cəmiyyətində öz yerlərini tutacaqlar.